Yengeç bürcü 17 iyul 2026-cı il. Bugün soyuqqanlığı qorumaq həmişəkindən xeyli çətin ola bilər. Bir çox iş plan üzrə getməyəcək və qoçlar ani emosiyalara qapılacaqları təqdirdə ciddi problemlərlə üzləşə bilərlər. Bürc nümayəndələri özləri mübahisələrə səbəb olacaq və hətta güzəştin zəruri olduğunu daxilən başa düşsələr belə geri addım atmaq istəməyəcəklər. Maliyyə məsələlərində ehtiyatlı olmaq lazımdır. Pulla bağlı qərarlar qəbul etməyə tələsməyin. İmzalamazdan əvvəl bütün sənədləri diqqətlə oxuyun. Bugün alış-veriş üçündən münasib deyil. Buğa bürcü 17 iyul 2026-cı il. Əsil işgüzarlar üçün əla gündür. Məhsuldar işləmə imkanınız olacaq. İşə mümkün qədər tez başlamağa dəyər. Çünki səhər saatları xüsusilə səmərəli keçəcək. Siz israr göstərəcək və son vaxtlar diqqət tələb edən, hamını narahat edən məsələləri həll edəcəksiniz. Danışıqlar, o cümlədən yeni tərəfdaşlarla görüşlər uğurlu keçəcək. Nüfuzlu insanların dəstəyini qazanmaq və ya yaxın gələcəkdə gəlir gətirə biləcək layihələr barədə razılıq əldə etmək şansınız olacaq. Romantik davamı ola biləcək tanışlıqlar və yeni maraqlar mümkündür. Bugün cazibəniz xüsusilə güclü olacaq. Adətən heç kimə rəğbət göstərməyən insanlar belə ona biganə qala bilməyəcəklər. Əkizlər bürcü 17 iyul 2026-cı il. Qeyri-adi həll yolları tapmaq, planları vəziyyətə uyğun dəyişmək bacarığınız bugün sizə çox lazım olacaq. Digərlərinə ümidsiz görünən vəziyyətlərdə nikbinliyi qorumaq bacarığınızda az əhəmiyyət daşımayacaq. Hamı ruhdan düşüb nə edəcəyini bilməyəndə məhz siz çıxış yolu tapmaq, düzgün istiqaməti göstərmək, hər kəsə ruh yüksəkliyi və ümid verəcəksiniz. Günün başlanğıcı xüsusilə ünsiyyət üçün əlverişli olacaq. Həm işgüzar sahəyə, həm də şəxsi münasibətlərə aiddir. İnsanlarla asanlıqla dil tapacaq, doğru sözləri seçə biləcəksiniz. Günün ikinci yarısında isə vəziyyət dəyişəcək. Ətrafınızdakilar daha tələbkar olacaq. Kimsə sizi öz maraqları üçün istifadə etməyə çalışa bilər. Başqalarının hesabına uğur qazanmaq istəyənlərə qarşı müqavimət göstərməyə hazır olun. Yeganə istisna sevdiyiniz insan olacaq. Nə baş verməsindən asılı olmayaraq, o sizin tərəfinizdə olacaq. Lazım gələrsə sizi sevindirəcək və dəstəkləyəcək. Xərçəng bürcü 17 iyul 2026-cı il. Peşəkar inkişaf istəyənlərin qarşısında çoxlu maraqlı imkanlar açılacaq. Bugün köhnə rəqiblərinizi qabaqlamaq, nəyə qadir olduğunuzu göstərmək şansınız olacaq. Yeni tanışlar işlərinizdə kömək təklif edə və ya cəsarətli planlarınızı həyata keçirməyə kömək edəcək. Tərəfdaşlar meydana çıxa bilər. Bəzi xərçənglər keçmiş həmkarları ilə qeyri-rəsmi şəraitdə görüşəcək və onlardan dəyərli məlumat əldə edəcəklər. Bugün təkcə işdə deyil, şəxsi münasibətlərdə də təşəbbüs göstərmək üçün əla gündür. Çoxdan bəyəndiyiniz insanı görüşə dəvət edə, sevdiyiniz şəxs üçün xoş sürprizlər hazırlaya və ya hisslərinizi etiraf edə bilərsiniz. Xoş tanışlıqlar təkcə qarşılıqlı simpatiya deyil, həm də səmimi hörmətə əsaslanan romantik münasibətin başlanğıcı mümkündür. Şir bürcü 17 iyul 2026-cı il. İşlərdə israr göstərin. Bugün hələ yaxın vaxtlara qədər demək olar ki, mümkünsüz görünən nəticələrə nail olmaq şansınız olacaq. Belə uğurlar nadir hallarda öz-özünə baş verir. Adətən bunun üçün zəhmət çəkmək lazımdır. Bugün də istisna olmayacaq. Səy göstərməyə hazır olun, amma dərhal nəticə gözləməyin. Hadisələr istədiyinizdən daha yavaş inkişaf edə bilər və bunu dəyişmək çətin olacaq. Buna görə də lazım olanı edin və hadisələri tələsdirməyin. Günün birinci yarısı ikinci yarısından daha uğurlu olacaq. Buna görə də vacib işləri, mühüm görüşləri sonraya saxlamayın. Maliyyə məsələlərini də nahardan əvvəl həll etmək daha yaxşıdır. Çünki sonradan diqqətinizi toplamaq, bütün detalları nəzərə almaq çətin ola bilər. Yaradıcılıqla bağlı işlərə isə əksinə tələsməyin. Onlar bütün axşam daha münasib olacaq. Qız bürcü 17 iyul 2026-cı il. İşlər gözlədiyinizdən çox olacaq. Onların hamısını vaxtında çatdırmaq üçün ciddi səy göstərməli olacaqsınız. Köhnə razılaşmalar pozula bilər. Adətən etibarlı müttəfiq hesab etdiyiniz insanlarla ünsiyyətdə çətinliklər yarana bilər. Bu hətta adətən gərgin vəziyyətlərdə sakitliyini qoruyan qızları da narahat edəcək. İşgüzar sahədə dəyişikliklər, yeni vəzifələr və əvvəlcə qəribə görünəcək, sonradan isə sizi həqiqətən maraqlandıracaq təkliflər mümkündür. Başqalarının səhvlərindən nəticə çıxarmaq bacarığı çox vacib olacaq. Həmkarlarınızın nə etdiyini diqqətlə izləyin. Onların harada səhv etdiyini yadda saxlayın və nəticə çıxarın. Bəzilərinə elə gələ bilər ki, siz uğuru həddindən artıq asanlıqla qazanırsınız. Amma ağıllı insanlar anlayacaqlar ki, qələbələriniz təsadüfi deyil və siz mükafatlarınızı tam haqq edirsiniz. Tərəzi bürcü 17 iyul 2026-cı il. Tez həll etməyi planlaşdırdığınız işlər gözlənilmədən mürəkkəbləşə, sizdən çox vaxt və enerji tələb edə bilər. Buna görə də əvvəldən qurduğunuz plana əməl etmək çətin olacaq və bəzi tərəzilər buna görə narahatlıq keçirəcəklər. Şərait necə olursa olsun ehtiyatla hərəkət etməyə çalışın. İmprovizasiya etmək olar və hətta lazımdır. Amma həddindən artıq cəsarətli təcrübələr üçün bu gün qətiyyən uyğun deyil. İlk baxışdan o qədər cəlbedici görünməsələr belə etibarlı variantlara üstünlük verin.
İşgüzar ünsiyyətdə çətinliklər istisna edilmir. Həmkarlarla mübahisələr və ya gələcək addımlarla bağlı fikir ayrılıqları mümkündür. Güzəştə getməyə tələsməyin. Böyük ehtimalla məhz sizin mövqeyiniz düzgündür. Sadəcə spektrikləri inandırmaq üçün düzgün sözlər tapmaq lazımdır. Əqrəb bürcü 17 iyul 2026-cı il. Günün başlanğıcı əla keçəcək. Müsbət tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq, amma xüsusilə iş və maliyyə məsələlərində daha güclü olacaq. İmkanlarınızı xeyli genişləndirəcək, yeni işgüzar tərəfdaşlar tapmaq şansınız yaranacaq. Sahibkar əqrəblər bizneslərini yeni səviyyəyə çatdırmaq üçün nə etməli olduqlarını öyrənəcəklər. Digər bürc nümayəndələrində gəlirlərini artırmaq imkanı olacaq. Pul göydən yağmayacaq. Amma məsələn çətin olmayan, lakin yaxşı ödənişli əlavə iş təklifi oluna bilər. Günün ikinci yarısında həddən artıq yüklənmədən çəkinmək daha yaxşıdır. Bu vaxt xüsusilə son dövrlər çox işləyən, özünə istirahət üçün demək olar ki, vaxt ayırmayan əqrəblərin özünü bir qədər pis hiss etməsi mümkündür. Fasilə verməyə dəyər. Ox atan bürcü 17 iyul 2026-cı il. Bu gün hətta adi işlər belə həmişəkindən daha çətin görünə bilər. Çətin bir tapşırığın öhdəsindən asanlıqla gələcəyinizə və rəqiblərinizi narahatlıqla geridə qoyacağınıza ciddi ümid etməyin. Yaxşı nəticələr əldə etmək mümkündür, amma bunun üçün zəhmət çəkmək lazım gələcək. Nə qədər tez ciddi əhval-ruhiyyəyə köklənsəniz bir o qədər yaxşı olacaq. Risk etmək, şübhəli təcrübələr aparmaq məsləhət görülmür. Adətən bəxt sizin tərəfinizdə olur, amma indi bəzi işlər istədiyiniz kimi alınmaya bilər. Bu ilk növbədə maliyyə sahəsinə aiddir. Burada hətta kiçik bir səhv belə xoşagəlməz itkilərə səbəb ola bilər. Bundan əlavə, böyük sövdələşmələrə və ya onsuz da keçinə biləcəyiniz bahalı alış-verişlərə tələsməyin. Cəlbedici amma kifayət qədər etibarlı olmayan bir layihəyə iri məbləğ yatırmazdan əvvəl düşünün. Onu itirməyə hazırsınızmı? Təəssüf ki, belə nəticə istisna edilmir. Oğlaq bürcü 17 iyul 2026-cı il. Günün başlanğıcı maraqlı, ilham verici olacaq. Yeni işlər, tapşırıqlar yarana bilər. Siz də onları həqiqi həvəslə yerinə yetirməyə başlayacaqsınız. Bir çox oğlaq ətrafdakıların heç xəbərdar olmadığı istedad və bacarıqlarını tətbiq sahəsi tapmaq imkanı əldə edəcəklər. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından xüsusilə əlverişli olacaq. Bu vaxt yaxınlarınızla narahatlıqlarınızı və şübhələrinizi bölüşə bilərsiniz. Sizi səhv başa düşəcəklərindən və ya qınayacaqlarından çəkinməyəcəksiniz. Əgər əvvəllər yaxınlarınızla fikir ayrılıqları yaranırsa, bugün onlara son qoymaq mümkün olacaq. Hamı sizin haqlı olduğunuzu etiraf edəcək. Dolça bürcü 17 iyul 2026-cı il. Qətiyyətlə hərəkət etməyə hazır olanlar üçün əla gündür. Böyük uğurlar qazanan, köhnə düşmənlərinizin üzərinə qələbə çala və mövqelərinizi möhkəmləndirə bilərsiniz. Hələ yaxın vaxtlara qədər imkanlarınıza şübhə edən insanlar nə qədər yanıldıqlarını anlayacaqlar. Nəticədə dolçaların həm yeni nüfuzlu müttəfiqləri, həm də əsl dostları yarana bilər. Həmkarlar və rəhbərliklə münasibətlər uğurla inkişaf edəcək. Bugün liderlik keyfiyyətlərinizi nümayiş etdirəcəksiniz və bunu hamı yüksək qiymətləndirəcək. Öz prioritetlərini və planlarını müəyyənləşdirə bilməyən insanlar sizin arxanızca getməyə hazır olacaqlar. İstisna deyil ki, məhz bugün yaranan, gələcəkdə bir neçə cəsarətli layihəni həyata keçirəcəyiniz həmfikir insanlar komandası formalaşdırıla biləcəksiniz. Balıqlar bürcü 17 iyul 2026-cı il. Günün başlanğıcında çox diqqətli olun. Bu vaxt xırda detalları görmək, heç nəyi gözdən qaçırmamaq, eyni zamanda mümkün qədər sürətlə irəliləmək bacarığını çox vacib olacaq. Çətindir əlbəttə, amma siz bunun ötəsindən gələcəksiniz. Burada intuisiya mühüm rol oynayacaq. Başqalarının faktları toplamaq, təhlil etmək, müqayisə etmək üçün vaxta ehtiyacı olduğu halda siz əsas məqamı dərhal seçəcək, lazımsızları kənara qoyacaq və düzgün nəticələr çıxaracaqsınız. Vaxt keçdikcə müsbət tendensiyaların təsiri daha da güclənəcək. Günün ikinci yarısı həm işgüzar, həm də şəxsi xarakterli bir çox vacib məsələni həll etmək üçün əlverişli olacaq. Siz xəyallara qapılmayacaq, hadisələrə realist yanaşacaqsınız və bu çox faydalı olacaq.